Soyuq havada həmişə deyirlər, əsl yemək havasıdır, özünə havasıdır. Ada baxın, xəncəl havası. Elə bir restorana gəlmişdik, qəşəng ab havası var, elə mənə Tbilisi xatırladı. Salam, hər vaxtınız xeyir. Xoş gördük qardaş. Bax, mənə deyib ki, sənə bir süfrə açacağam ki, yəni Tbilisiyə getməyə ehtiyac olmayacaq. Bu nə masadır, bu nə gözəllikdir, bu nə yeməklərdir. Salyankadır. Bu salyankadır, aha. Arabulidir. Arabuli, Çakapulidir. çakapuri, Çeburekidir. çeburek. Gürcü Bu bildiğimiz Gürcü xəncəli. Bu nə ki? Gürcü xaçapulidir, Tbilisi ayağı. İlk dəfədir mən manqalda Gürcü sayağı xaçapuri görəm. Buzov kebabıdır. Bildiğimiz buzov. Yəni bu hər yerdə olmur da dostlar. Yəqin sizin xəbəriniz Sonra var. Gürcü xalya sartıdır. İşte deyirlər ki. Mən bunu ilk dəfə deyirəm ha işte. Dəhşət bir şey. İnanın mənə. O qədər dadlıdır ki. Mən belə bir şey yemişəm Gürcüstanda, amma şişdə yeməmişəm. Hətta bax, buzov kebabı deyirlər. Bax, bunun əti o qədər yumuşaq olur. Görüm elə şey var yoxsa yox. Çox dadlıdır. Həqiqətən dediyimiz kimi var. Minnətdaram. Deyirsiniz ki, bunun hamısını tək yeyəcəksən. Yox. Dostlarımız da gəlir, məhəbbət gəlir çatır. Bu da Tbilisi restoranıdır. Bu reklam deyil. Yəni hər şey göz qabağında gördüyünüz kimi. Siz də buyurub gələ bilərsiniz. Səhifəni etiketləyəcəm. Sağ olun.